Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda kriminal ailəm üzvünü qətlə yetirməkdə təqsirləndirilən Tarzan Şamilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda az bu barədə məlumat yayıb, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Tarzan Şamilov cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 17 il müddəti azadlıqdan məhrum edilib. Qeyd eləyək ki, ötən il iyulun 16-sında Hindarx-Borsunlu avtomobil yolunun Goranboy rayonu Veysli kəndi ərazisindən keçən hissəsində 1984-cü il təvəllüdlü Əhməd Ərəbovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada ölməsi faktı ilə bağlı Goranboy rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə tövsif edilib. İstintaq zamanı 1988-ci il təvəllüdlü Tarzan Şamilovun avtomobillə hərəkətdə olarkən onunla eyni istiqamətdə hərəkət edən Əhməd Ərəbovun idarə etdiyi avtomobilin vurması, daha sonra nəqliyyat vasitəsindən enən Əhməd Ərəbovu avtomobillə vurub çox sayda bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Tarzan Şamilova Cinayət Məcəlləsinin qeyd etdiyimiz maddələri ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. Onu da xatırladaq ki, Əhməd Ərəbov kriminal aləmdə Kürdamo, Kürd Əhməd kimi tanınıb. Onun mərhum kriminal avtoritet Lotu Qulinin yaxın adamlarından biri olduğu qeyd olunur.